Mənim adım Cabir Babayev, 65 yaşım var. Mənə ağır vəziyyətdə götürdülər, gəldilər bura, Zəfəran hospitalinə. Xəstəmiz Cabir Babayev 1960-cı il təvəllüddür. Keçən ayın 29-u tarixində Zəfəran hospitala gətirilir. Xəstə ağır vəziyyətdə olur. Xəstə dərhal müayinələrdən keçirdikdən sonra cərrahlar tərəfindən xəstəyə bağırsaq keçməməzliyi diaqnozu qoyularaq təcili qaydada hazırlandıqdan sonra xəstə əməliyyat masasına verilir. Çox ağır bir əməliyyat keçirir xəstə. Bu gün sizə kəskin bağırsaq keçməzliyi adlı kəskin cərrahi xəstəlik haqqında danışacağam. Bu xəstəlik son dövrlərdə Zəfəran hospitala daxil olan xəstələr içərisində önəmli yer tutur. Əsasən bu xəstələr əvvəllər qarın boşluğunda əməliyyat keçirmiş xəstələrdir. Xəstəlik adətən kəskin başlayır. Qarın boşluğunda ciddi, şiddətli ağrılar, qusma, qarının köpməsi, qazın çıxmaması və defekasiya aktının olmaması kimi bir əlamətlərlə başlayır və bu xəstələr nə qədər erkən cərrahi müdaxilə üçün stasionara müraciət edərlərsə, vaxtında diaqnostika olunarlarsa, bir o qədər də əməliyyatdan sonraki dövrdə vəziyyətdən çıxmaları mümkün olar. Adətən bu xəstəlikləri gecikdirməmək sizin üzərinizə düşən əsas şərtdir. Cərrahların üzərinə düşən vəzifə isə bunlar daxil olarkən vaxtında cərrahi əməliyyata hazırlayaraq cərrahi sanasiya etməkdir. Ondan sonraki dövrdə isə ağırlığından asılı olaraq xəstələrimiz əlbəttə intensiv terapiyada xüsusi müalicə alırlar və reabilitasiya dövrü keçirirlər. Əməliyyatımızdan sonraki dövrdə xəstə reanimasiya şöbəsinə daxil olur və reanimasyon qulluq xəstəmizə başlanılır. Xəstə reanimasiya dövründə xəstəmizdə hətta süni tənəffüs aparatına bağlanma, dərin komatoz vəziyyət halları da müşahidə olunmuşdur. Lakin aparılan intensiv terapiya tədbirləri nəticəsində xəstəmizdə stabillik əldə olunmuşdur. Burada aparılan müalicələrdə əsas meyarlar xəstəmizə düzgün şəkildə maye balansını tərtib eləməkdir. Sürəkli şəkildə qan qazı təqibi olunmalıdır. Bunlardan sonra antibiotik seçimi çox önəm daşıyır bu xəstələrdə. Çünki irəli günlərdə xəstələrimizdə peritonit, sepsis kimi bir ağır bir olay baş verməsin deyə onu öncədən antibiotiklərin seçilməsi, doğru seçilməsi əsas meyarlardan biridir. Xəstəmizə aparılan intensiv terapiya nəticəsində xəstəmiz zaman-zaman toparlamışdır. Artıq xəstəmizdə tam stabillik əldə eləmişik, hemodinamika tam stabil şəkildədir. Başlanğıcda parenteral bəslənən xəstə artıq oral bəslənməyə keçirilmişdir. Hal-hazırda xəstəmizin durumu stabildir, xəstə tam mobilizə olunur, özü artıq aktivdir, hərəkət eləyir və intensiv terapiya müalicəsi başa çatdırılıb demək və xəstəmiz müalicəsini davam etdirmək üçün cərrahi palataya veriləcəkdir. İndi hal-hazırda yaxşıyam. Qidalanıram, xırda-xırda gezirəm. Minnətdaram bütün həkimlərimizə, tibb bacılarımıza, tibb qardaşlarımıza. Mənə yaxşı qulluq eləyirlər.